əsas tutur. Aydın oldu. O əsərlərinin, yəni yaradıcılığının birinci hissəsində, birinci dövründə yazdığı əsərlərin əksəriyyətində müsbət yöndə çıxış etmiş, öz yaradıcılığının optimist ruhda qələmə almışdır. Amma yaradıcılığının ikinci dövründə isə daha çox bədbin ruhda əsərlər yazmışdır. Məsələn, öləndə də bədbin şəkildə, o el deyimi var ya, deyir gözü açıq getdi. Filankəs gözü açıq şəkildə getdi. Aşıq Ələsgərədə məhz bunu qeyd etmək olar. Onu da sizin nəzərinizə çatdırım ki, Aşıq Ələsgərin yaradıcılığının əvvəlinin müsbət yöndə, sonunun isə bədbin yöndə olmasının əsaslandıran əsas xüsusiyyət ondan ibarət idi ki, şairin vətəni deməli Göyçə mahalı idi. Elə 1821-ci ildə də Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdu. Harda anadan olub? Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Hal-hazırda bu bölgəmiz Qərbi Azərbaycanda yerləşir, yəni bədnam qonşularımız olan Ermənistan Respublikasının ərazisində yerləşir bu ərazimiz. Yəni ermənilər Göyçə mahalının Ağkilsə kəndinə hücum elədi və orada yaşayan soydaşlarımız ki var, orada yaşayan Azərbaycanlılar ki var, öz əzəli torpaqlarından qaçqın düşmək məcburiyyətində qaldılar. Onlardan biri də Aşıq Ələsgər olmuşdur. Ümumiyyətlə, Aşıq Ələsgər buradan sürgün olunduqdan sonra gəlir, belə deyək, Kəlbəcərə gəlirlər. Kəlbəcərə deməli sürgün Ağkilsədən gəlirlər, məcbur olaraq gəlirlər, çünki ermənilər ora hücum etmişdi və yerli sakinləri oradan qovmuşdu. Hara gəlirlər? Kəlbəcərə. Kəlbəcərin hansı kəndində məskən salırlar? Kəlbəcər. Yanşaq kəndində məskən salırlar. Yanşaq kəndində olarkən o ümumiyyətlə şair Aşıq Alının şagirdi olmuşdur. Aşıq Alının şagirdi olmuşdur. Hətta bunların bir deyişməsi də var. Deyir ki, bir şagird ki, ustadına kəm baxar, onun gözlərinə qan damar. O məşhur deyim də məhz Aşıq Alı ilə Aşıq Ələsgərin arasında olan deyim əsasında yaranmışdır. Ümumiyyətlə, şair, sənətkar Göyçə mahalından Ağkilsə kəndinə gəldi. Məhz bu hadisədən sonra onun yaradıcılığında bədbin notlar çoxalmağa başladı. Daim gecə-gündüz o öz yurduna qayıtmaq, öz vətənini yenidən görmək eşqi ilə alışıb yanırdı. Hər daim ora getmək istəyirdi. Elə də oldu. Vədə tapa bildi getməyə. Amma gedəndə, belə deyək də, əvvəlki qoyduğu torpaqlarını qoyduğu kimi tapa bilmədi. Yəni, əgər əvvəl Göyçə mahalının Ağkilsə kəndi öz yaşıllığı ilə seçilən, öz təbiəti ilə fərqlənən bir yer idisə, artıq növbəti dəfə işğaldan sonra, növbəti dəfə Aşıq Ələsgər ora gedəndə, orada çox pis abu-hava var idi. Sanki oradakı bütün bulaqlar susmuş, bütün dağlar, belə deyək, boynu bükük şəkildə, sanki yetim, atasız, anasız qalan bir övladı xatırladan görkəmdə olduğunu qeyd edirdi Aşıq Ələsgər. Məhz bundan sonra da öz yaradıcılığında olan bədbin notları daha da çoxaldır. Gəlin indi onun yaradıcılığı haqqında danışaq. Şairin iki eyni adda əsəri var. İki dənə eyni adda yaylaq əsəri var. Bir də iki eyni adda dağlar əsəri vardır. Bunların fərqli cəhəti odur ki, bu iki eyni adda olan yaylaqlardan biri qoşmadır. Yəni 11 hecalı, sonda möhürbəndi olan şeir şəklidir. Digər isə gəraylıdır. Yəni hər ikisi adları eyni olmasına baxmayaraq, janrları fərqlidir. 8 hecalı, sonda möhürbəndi olan şeir şəklidir gəraylı. Dağlarda isə
İstər birinci dağlar olsun, istər ikinci dağlar olsun. Hər ikisi janr etibarı ilə qoşmadır. Sonda möhürbənd vardır. Yəni müəllif öz adını çəkir və eyni zamanda 11 hecalı şeir şəklidir. Dağların hər ikisi. Amma yaylağın hər ikisi hər biri janr etibarı ilə bir-birindən fərqlənir. Gəlin indi dağlar qoşmaları haqqında ətraflı məlumat əldə edək. Yadda saxlayın yoldaşlar. Birinci dağlar qoşması. Birinci dağlar qoşması ümumiyyətlə deməli bahar fəsli yaz ayları gələndə misrası ilə də tanınır. Biz buna deyəcəyik birinci dağlar qoşması, birinci dağlar qoşması və yaxud da bahar fəsli yaz ayları gələndə. Bahar fəsli yaz ayları gələndə. Buna ona görə birinci deyə bilərsiniz ki, ay müəllim, digər dağlar qoşması nəyə görə birinci adlandırmadıq? Biz buna birinci deyik. Çünki janr etibarı ilə məzmununa da baxanda görürük ki, bu dağlar qoşmasında müsbət ruh hakimdir. Bu dağlar qoşmasında şair enerjik şəkildə ifadələri, sözləri işlətmişdir. Burada bədbinlik yoxdur. Deməli, biz buradan bir şey aydınlaşdıra bilərik ki, bu əsər o ermənilərin hücumundan əvvəl yazılmış əsərdir ki, burada hələ şair optimist ruhdadır. Yəni sevərək yazıb yaratmağın tərəfdarıdır. Aydın oldu. Ona görə buna deyirik ki, birinci dağlar qoşması, digərinə deyirik ki, ikinci dağlar qoşması. Bu adlanır həm də bahar fəsli yaz ayları gələndə. Yadda saxlayın yoldaşlar. Əvvəlcə bu şeirin, ümumiyyətlə şeir tipli əsərlərdə həmişə forma və məzmun xüsusiyyətlərini fərqli formada öyrənin. Əvvəlcə forma xüsusiyyətlərinə nəzər salaq. Forma xüsusiyyətlərində biz nə dedik? Dedik ki, bu əsər qoşma lirik növdə yazılmışdır. Lirik növdədir. Ay, sağ ol. Lirik növdə. Qoşma janrındadır. Heca vəznində yazılmışdır. Qoşma janrındadır. Şeir vahidi bənddir. Afərin, bəli, şeir vahidi bənddir. Hər bənd 4 misradan təşkil olunmuşdur. 4 misradan təşkil olunmuşdur. Ümumilikdə 3, 4, 5, 6, 7 bənddən ibarət olan şeir şəklidir. 3-cü, 4-cü, bir də sonuncu bəndlərdə dağlara müraciət var. Bəli, tamamilə doğrudur. Bunlar forma xüsusiyyətidir, yəni hamının bildiyi. İndi isə gəlin hər bəndin ayrıca forma xüsusiyyətinə nəzər salaq. 7 bənddən ibarətdir, düz deyil. Gəlin hər bəndin qrafikasını çəkək. 1, 2, 3, 4. Bu birinci bəndimiz. 1, 2, 3, 4. Bu ikinci bəndimiz. 1, 2, 3, 4. Bu üçüncü bəndimiz. 1, 2, 3, 4. Bu dördüncü bəndimiz. 1, 2, 3, 4. Bu beşinci bəndimiz. 6-cı bəndimiz və nəhayət 7-ci bəndimiz və sonuncu bəndimiz. Gəlin indi birinci bənddən başlayaq. Birinci bənddə nə deyir? Bahar fəsli yaz ayları gələndə A verək bura. Süsənli, sümbüllü, laləli dağlar. B. Yoxsulu ərbabı, şahı gədanı. C. Tutmaz bir-birindən aralı dağlar. Dağlar. Yenə də B verdim. Nəyə görə burada ikinci və dördüncü misralara B verdim? Çünki hər birində istər ikinci misra olsun, istər dördüncü misra olsun, həm qafiyədir. Ona görə mən onlara eyni hərfi qoydum qarşısına. Ümumiyyətlə, birinci bəndin bu formada qafiyələnməyi məhz bu əsərin qoşma olduğunu təsdiqləyən əlamətlərdən biridir. Biz bilirik axı, qoşmanın birinci bəndini necə tapırdıq? Birinci bəndini qafiyə quruluşuna görə tapırdıq. A, B, C, B formasında qafiyələnir birinci bənd. Sonuncu bəndi tapanda adla tapırdıq, möhürbəndlə tapırdıq. Yazıram bura. Sonuncu bəndi tapanda möhür bəndlə tapırdıq.
Birinci bəndlə sonuncu bəndin arasında olan ikinci, üçüncü, dördüncü, beşinci və altıncı bəndlər isə ümumiləşərək orta bənd hesab olunur. Qoşmanın orta bəndi kimi qeyd olunur. Aha, birinci bənddə yadda saxlayın ki, heç bir müraciətdən istifadə edilməmişdir. Sadəcə burada dağların görüntüsü, dağların bolluğu, bərəkəti təsvir olunur və eyni zamanda bahar fəslində dağların görüntüsü təsvir olunur. Qısacası dağların tərənnümü öz əksini tapmışdır. Yəni dağların tərifi öz əksini tapmışdır. Yenə də deyirəm. Bahar fəsli yaz ayları gələndə, nə zaman? Bahar gələndə. Süsənli, sümbüllü, laləli dağlar. Yəni dağlar süsən çiçəyin adıdır da biz bilirik. Sümbüllər açır, lalələr açır, süsənlər açır. Yoxsullar, ərbablar, şahlar. Yəni deyir ki, sosial təbəqəsindən asılı olmayaraq, yoxsullar da, ərbablar da, ərbab pullu adamlardır, müasir dillə desək, pullu adamlar, şahlar da, gədalar da deyir ki, dağlar bahar fəsli yaz ayları gələndə elə bir görkəmdə olur ki, onun gözəlliyini yoxsul da baxanda eyni şey başa düşür, ərbab da baxanda, yəni varlılar da baxanda onun gözəlliyindən feyz alır, şahlar da baxanda onun gözəlliyindən feyz alır, gədə-güdələr də, yəni boş bekar insanlar da ona baxanda onun gözəlliyini görə bilirlər. Aydın oldu? Yəni dağlar insanlar arasında sosial fərq qoymurdu. Yadınızdan çıxartmayın. İkinci bənd. Xəstə üçün təpəsində qar olur, min cür çiçək açır, laləzar olur. Çeşməsindən abi həyat car olur, dağıdır möhnəti məlalı dağlar. Yenə də baxın burada ikinci bənddə də eyni şəkil var. Birinci bənddə də müraciət yox idi. İkinci bənddə də müraciət yoxdur. Yenə də burada tərənnümdən, tərifdən istifadə olunub. Burada da eyni şəkildə birinci bənddə tərənnümdən, tərifdən istifadə olunub. Üçüncü bəndə baxaq. Deyir ki, yazın bir ayıdır çox yaxşı çağın, kəsilməz çeşməndən gözəl yığnağın, axtarma motalın yağın qaymağın, zəmbur çiçəyindən bal alır. Dağlar artıq. Üçüncü bənddə dağlara müraciətin biz şahidi oluruq ki, burada dağlara müraciətdən istifadə olunmuşdur. Deməli, burada müraciət vardır. Müraciətlə bərabər burada tərifdən də, tərənnümdən də istifadə olunmuşdur. Ümumiyyətlə, birinci dağlar qoşmasının bəndindən asılı olmayaraq, istər birinci bənd, istər 2, 3, 4, 5, 6, 7, hər birində deməli, dağların tərənnümü öz əksini tapmışdır. Dağların tərifi müxtəlif fəsillərdə dağların aldığı görkəm ustalıqla, müsbət yöndə tərənnüm olunmuşdur. Amma hər birində müraciət var fikri təbii ki, yanlışdır. Üçüncü bənddə nə deyir? Deyir, yazın bir ayıdır, çox yaxşı çağın. Baxın, konkret olaraq üçüncü bənddə yazın hansı ayından danışıldığı bilinmir. Biz bilirik axı, yaz 3 fəsildən ibarətdir də. Mart, aprel və mayın bir hissəsinə qədər. Bunlar yaz fəslini təmsil edir. Yəni, bu 3 aydan biridir. Kəsilməz çeşməndən gözəl yığnağın, axtarma motalın yağın qaymağın, zəmbur çiçəyindən balalı dağlar. İndi baxın, burada deyir ki, bir ifadə bizim nəzərimizi çəkir. Axtarma sözü. Axtarma sözü iki mənada işlənir. Amonim deyil ha. Vurğusu dəyişməklə mənası dəyişən sözləri biz amonim götürə bilmərik. Sadəcə müxtəlif mənaları ifadə edə bilərlər işlənmə yerlərindən asılı olaraq. Axtarma sözü. Axtarma. Buradakı ma şəkilçisi var ha, ma şəkilçisi. Burada leksik şəkilçi olan madır. Yəni axtar feilindən axtarma ismi düzəldən ma şəkilçisidir. İnkar şəkilçisi olan ma deyil. Məsələn, bir şeyi axtarma, gəzmə. Bu mənada işlənən axtarmamaqdan danışılmır burada. Buradakı axtarma motal pendirinin adıdır. Aydın oldu, yadınızdan çıxartmayın. Axtarma söz. Ona görə də deməliyik ki, burada vurğu axırdadır. Axtarma motalın yağın qaymağın. Aydın oldu. Burada nədir bu axtarma sözü? Motal pendirinin yeri Bu sözdə bir sual səhv yazmışdım. adıdır. Harda yazmışdın?
Sırf bu sözə görə Hı hı. suallardan birini səhv yazmışdım test işləyəndə. Elə bilirdim ki, axtarıb tapmaq Xeyr, mənasındadır. xeyr, Axtarmaq. xeyr. Bax, bildində biz bilirik axı, ma şəkilçisi amonim şəkilçisidir. Həm inkar şəkilçisi kimi işlənə bilər, həm də feildən isim düzəldən şəkilçisi kimi işlənə bilər. Burada da feildən isim düzəldən şəkilçisi kimi işlənmişdir. Aydın oldu. Bəli. Növbəti bənd, yəni 4-cü bənd deyir ki, yayın əvvəlində dönürsən xana, son ayda bənzərsən yetkin bostana. Payızın zəhməri qoyur virana, dağıdır üstündən cəlalı dağlar. Cəlalı dağlar. Deməli, 4-cü bənddə müraciətdən istifadə olunub. Müraciətlə bərabər tərənnümdən də istifadə olunub. Dedik axı, bütün bəndlərdə tərənnüm var. Əlavə olaraqsa uşaqlar, burada görün nə deyir? Deyir ki, yazın əvvəlində dönürsən xana, son ayda bənzərsən yetkin bostana. Üzr istəyirəm, yayın əvvəlində. Yayın əvvəl deyəndə çox güman burada iyun ayını nəzərdə tutur, iyun ayını. Ən axırda ikinci misrasında isə deyir, son ayda bənzərsən yetkin bostana. Son ayda avqust ayı nəzərdə tutur. Çünki yayın sonuncu ayı avqust ayıdır. Avqust ayı nəzərdə tutulub burada çox böyük ehtimal. Yetkin bostana. Payızın zəhməri qoyur virana, dağıdır üstündən cəlalı dağlar. Bu da getdi. Gəldik növbəti hissə. Burada da eyni şəkildə dağların aldığı görkəm, dağların yay fəslində aldığı görkəm təsvir olunmuşdur. Yəni deyir ki, yayda artıq bütün bostanlar yetişir. Qısacası artıq payızın zəhməri, payızın o küləyi yavaş-yavaş o bostanları filan virana qoymağa başlayır da, onu nəzərə çatdırmağa çalışıb burada. Yəni hər şeyin biz bilirik ki, yazda müəyyən bir şey belə deyim də sizə, əkinəcək var, əkilir, onlar yayda çıxarılır. Yəni insanların əsasən güzəranının yaxşılaşdığı vaxt yaydır. Gahdan tiskin tökər, gah duman eylər, gah gəlib gedəni peşman eylər. Gahdan qeyzə gələr, nahaq qan eylər, dinşəməz haramı, halalı dağlar. Artıq burada, yəni 5-ci bənddə biz müraciətdən istifadə görmürük. Yəni birinci, ikinci və 5-ci bəndlərin ortaq xüsusiyyəti odur ki, burada müraciətdən istifadə olunmamışdır. İndi qafiyə quruluşlarını birazdan deyəcəm. Növbətdə deyir ki, ağ xələt bürünər, zərnişan geyməz, heç kəsi dindirib keyfinə dəyməz. Sərdara söz deməz, şaha baş əyməz, qüdrətdən səngərli qalalı dağlar. Burada da eyni şəkildə tərənnüm var, dağları tərənnüm edir. Deyir ki, dağlar o qədər qüdrətlidir ki, sərdarların baş qarşısında baş əymir. Daha doğrusu sərdarlara söz deyə bilmir, başçılara söz deyə bilmir. Sərdar başçı deməkdir. Şahlara deyir baş əymir, o qədər qüdrətli. Və yenə də görürük ki, biz dağlar burada müsbət yöndən tərif alıb. Əlavə olaraq isə burada da müraciətdən istifadə olunmamışdır. Növbətdə bir köçər ellər düşər səndən aralı, firqətindən gül nərgizin saralı. Ələsgər məcnun tək yardan yaralı, gəzər səndə dərdli nalalı dağlar. Nalalı dağlar. Baxın, sonuncu bənddə, yəni möhür bənddə. Buna nə üçün biz möhür bənd deyirik? Sonda möhür bəndlərdə ad çəkilir də. Burada da ad çəkilib. Necə təsdiq edərik adın çəkildiyini? Bir Ələsgər Məcnun tək. Baxın, görürsünüz, öyrəncin dəyişim bunun. Deyir ki, Ələsgər Məcnun tək. Məcnun özü müqayisə edir. Məcnun tək. İki yazılacaq burada. Tək ifadəsini ayrı yazsa, bu düzgün hesab edilmir. Çünki tək-hecalı qoşmalar sözə bitişik yazılmalıdır. Təklə tək-hecalı qoşmalıdır. Ələsgər Məcnun tək yardan yaralı. Ələsgərin, Ələsgər öz sevgisini Məcnunun sevgisi ilə müqayisəli şəkildə verir burada. Amma həmin müqayisəni özünə müraciətlə vermir. Yadınızdan çıxartmayın. Aydın oldu? Belə. İndi burada sizə qafiyələrinə nəzər salın. Qoşmanın testə düşür ki, məsələn, bir beyt verir, o beytin təhlilini verir, çox asan tipli suallardır onlar. Deyir ki, qoşmanın orta bəndidir, son bəndidir. Bunu necə müəyyən edərik? İndicə elə dedik ki, təhlilin əvvəlində dedik ki, qoşmanın birinci bəndi istənilən qoşmaya aiddir bu. A, B, C,
B formasında qafiyələnir. Yəni, qoşma 4 misradan ibarətdir birinci bəndi. O 4 misranın ikinci və dördüncü misraları həm qafiyə olur, eyni qafiyələnir. Sonuncu, ikinci bənddən etibarən deyir ki, bax, xəstə üçün təpəsində qar olur, min cür çiçək açır, baxın yazıram, olur. Min cür çiçək açır, laləzar olur. Çeşməsindən abi həyat car olur. Baxın, olur. Dağıdır möhnəti məlalı dağlar. Eyni ifadələr qeyd olunduğu üçün olur, 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 olur. Biz buna deyəcəyik C. Dağlar da bu birinci bənddə nə ilə işarələnmişdir? B ilə də düz deyil. Olacaq B. Üçüncü bəndə baxaq. Deyir ki, yazın bir aydı çox yaxşı çağın. Baxın,ğın. Kəsilməz çeşməndən gözəl yığnağın. Axtarma motalın yağın qaymağın. Zəmbur çiçəyindən balalı dağlar. Deməli, burada da birinci, ikinci, üçüncü misralar eyni şəkildə səsləndiyi üçün biz onlara S verməyəcəyik. Çünki S-ni day vermişik də. D verəcəyik bura. İstədiyiniz hərfi verə bilərsiniz. Mən özüm deyirəm. D verdik. Dağlar da yenə də birincidə nə vermişdik ona? B vermişdik. İkidə də B vermişdik. Burada da B verirəm. Dördüncü bəndi. Deyir ki, yazın əvvəlində dönürsən xana. Rəngi dəyişir. Dönürsən xana. Son ayda bənzərsən yetkin bostana. Burada da na var, burada da var. Payızın zəhməri qoyur virana. Dağıdır üstündən cəlalı dağlar. Burada da dağlar var. Burada verəcəyik nə? Məsələn, ev. Axıra da verəcəyik yenə də B. Aydın oldu. Digərləri də eyni şəkildə gedəcək. Sonuncu misrada həmçinin qafiyələnməsinə görə ikinci, üçüncü, dördüncü, beşinci, altıncı bəndlərlə eynidir. Baxın, deyir, köçər ellər düşər səndən aralı. Firqətindən gül nərgizin saralı. Yəni, burada da aralı ifadəsi var. Görürsünüz. Ələsgər Məcnun tək yardan yaralı. Burada da aralı ifadəsi var. Gəzər səndə dərdli nalalı dağlar. Burada da dağlar var. Olacaq nə? Məsələn, təzdən B. Deyə bilərsiniz ki, ay müəllim, bu da birinci bəndlə axıdırız, dördüncü, axırıncı bəndlər qoşmada fərqlənir. Ortadakı bəndlər orta bənd kimi götürülür axı. Biz dedik, qafiyə quruluş, o fərqlənmə dedik, birinci ilə axırıncı bəndlər fərqlənir, ortadakılar isə orta bənd götürülür. Birinci bəndin fərqlənməyi, bəli, qafiyə quruluşuna görədir. Baxın, qeyd etdim. Axırıncı bəndin fərqlənməyi bəs nədir? Axırıncı bənd necə fərqlənir sizcə? Möhür bəndin olması müəllim. Nə deməkdir o? Yəni, şair öz təxəllüsü. Bəli. Sonuncu bənd isə təxəllüs olduğu üçün. Sonuncu bənddə təxəllüs olduğu üçün o da ona görə fərqlənir. Ümumiyyətlə, yadınızdan çıxartmayın ki, bu əsər, ümumiyyətlə, Aşıq Ələsgərin istər bu dağlar qoşmasında olsun, istər ikinci dağlar qoşmasında olsun, hər birində bədii fikrin daha dərindən ifadə olunması üçün bədii təsvir və ifadə vasitələrindən istifadə edilmişdir. Bu bizim oldu Aşıq Ələsgərimizin birinci dağlar qoşması. Sonra gəlirik ikinci dağlar qoşması. Bu dağlar qoşması artıq Aşıq Ələsgərin
yurdundan didərgin düşəndən sonra yazdığı əsərdir. Bayaqları əgər yadınızdadırsa, mən sizə nə dedim? Dedim ki, Aşıq Ələsgər öz Ağkilsədən qaçqın düşür, gəlir harda yaşayır? Kəlbəcərin Yanşaq kəndində yaşayır da. Bir müddət burada yaşadıktan sonra öz yurdunu görmək eşqi onda yaranır və yenidən gəlir Ağkilsiyə. Ağkilsiyə gələndən sonra oradakı çeşmələrin səssizliyini, sükutunu görür. Oradakı dağların yetim qalmış körpə uşaq kimi boynunu bükdüyünü görür və ondan sonra artıq bu dağlar qoşmasını yazır. Deməli, bu da adlanır, öz birinci misrasına görə adlanır. Bir ay yarım novbahardan keçəndə. Bir ay yarım növbahardan keçəndə misrası ilə başlanan dağlar qoşması. İndi yenə də biz ənənəmizə sadiq qalaraq bunun forma xüsusiyyətlərini yazaq. Yenə də eyni şəkildə lirik növdə yazılmışdır. Heca vəznində yazılmışdır. Qoşma janrında yazılmışdır. Lirik növdə, heca vəznində, qoşma janrında. Şeir vahidi bənddir. Hər bənd 4 misradan təşkil olunmuşdur. 6 bənddən ibarət şeir şəklidir. Altı bənddən ibarət şeir şəklidir. Digərində isə 7 bənd idi. Sonda möhürbənd varmı? Bəli, var. Sonda möhürbənddən istifadə olunub. Bu əsərdə də dağlar sözü əsərin rədifidir. Rədif nədir ümumiyyətlə? Əsərdə qafiyədən sonra təkrarlanan sözlər rədiflər adlanır. Bu əsərdə dağlar rədifdir. Əsər öz rədifinə əsasən adlandırılıb. Bu, birinci dağlar qoşmasına da aiddir. Yadınızdan çıxartmayın. Həmçinin bu əsərdə əsərin rədifi ilə müraciət olunan obyekti eynidir. Yadınızdan hər ikisində də nədir? Rədif də, müraciət obyekti də dağlardır. Bunun da bəndinə nəzər salaq. Dedik ki, 6 bənddir. Birinci bənd, ikinci bənd, üçüncü bənd, dördüncü bənd, beşinci bənd və altıncı bənd. Nə dedik? Dedik ki, birinci bənddən başlayaq. Deyir ki, bu artıq yadda saxlayın. Bu dağlar qoşmasını digər dağlar qoşmasından fərqləndirən cəhət burada bədbin ruh hakimdir. Bayaqlarda dedik. Dedik ki, bu şairin digər dağlar qoşmasından sonra yazılan, ikinci dəfə Ağkilsiyə gələndən sonra oranın vəziyyətinin bərbad olduğunu görəndən sonra, oranın yetim, kimsəsiz, sahibsiz qaldığını, xarabalığa bənzədiyini görəndən sonra onda yaranan bədbin ovqat öz bu şeirdə də təsirini göstərmişdir. Bədbin ruhda yazılmış əsərdir. Digər dağlar qoşması isə birinci dağlar qoşması nikbin ruhda yazılmışdır. Deməli, birinci dağlar qoşması necə yazılıb? Nikbin ruhda yazılmışdır. Yaddan çıxartmayın. Əlavə olaraq, gəlin birinci bəndə baxaq. Deyir ki, bir ay yarım növbahardan keçəndə zar olur köysündən sellərin dağlar. Deməli, burada müraciət var. Birinci bənddə müraciət var. M+. Çalxanır daryalar, çığırışır qazlar, zəmzəm zümzüməli göllərin dağlar. Burada da müraciət var. Deməli, şeirin birinci bəndini digər dağlar qoşmasından fərqləndirən cəhət nə oldu? Burada birinci bəndin ikinci və dördüncü misrasında müraciətdən istifadə olunmuşdur. Qoşma olduğunu təsdiqləyən faktə buranın qafiyə quruluşunu deyək. Deməli, bir ay yarım növbahardan keçəndə A. Car olur köysündən sellərin dağlar B. Çalxanır dəryalar, çığırışır qazlar C. Zəmzəm zümzüməli göllərin dağlar, bu da B.
A, B, C, B. Klassik birinci bənd, qoşmanın birinci bəndi kimi qafiyələndir. Gəldi 2-yə. Hanı mən gördüyüm qurğu büsatlar? Burada sualdan, bədii sualdan istifadə olunmuşdur. Yəni cavab verə bilmədiyimiz sual. Ritorik sual da deyirlər buna. Aydın oldu. Bir var ki, normal sual cümləsi. Məsələn, adın nədir? Deyirəm ki, Murad. Neçə yaşın var? 25 yaşım var. Bunlar normal sual cümlələrdir. Bir də var ki, cavab verə bilmədiyimiz sual cümlələri. Onlar adlanır, Azərbaycan dilində də keçirilir bu. Ritorik sual cümlələri. Yəni cavab verilə bilməyən suallar, bədii suallar, yəni. Hanı mən dediyim qurğu büsatlar, dərdmənlər görsə tez bağrı çatlar. Mələşmir sürülər, kişnəmir atlar, niyə pərişandır hallarında ağlar? İkinci bənddə iki yerdə bədii sualdan istifadə olunmuşdur. İkinci bəndin birinci misrasında və sonuncu misrasında. Burada müraciət varmı? Bəli, var. Son dördüncü misradakı dağlar ifadəsi müraciət fonunda istifadə olunmuşdur. Müraciət fonunda işlənmişdir. Üçüncü bəndə baxaq. Baxın, görürsünüz, ikinci bənddə də bir suallar verir. Niyə pərişandır halların dağlar? Deməli, dağların görüntüsünü pərişan vəziyyətdə görür. Deyir ki, niyə pərişandır halların sənin dağlar? Sonra üçüncü bəndə baxaq. Hanı bu yaylaqda yaylayan ellər, görəndə gözümdən car oldu sellər. Seyr etmir köysündə türfə gözəllər, sancılmır buxağa güllərin dağları. Biri burada da eyni şəkildə. Üçüncü bənddə də ikinci bənddən ortaq xüsusiyyət görürük. Hansı xüsusiyyət yox? Bədii sualdan istifadə olunur burada da. Hanı mən gördüyüm, hanı bu yaylaqda yaylayan ellər. Burada da bədii sualdan istifadə olunub. Yəni cavab tələb etməyən sualdan. Görəndə gözündən car oldu sellər. Seyr etmir köysündə türfə gözəllər, sancılmır buxağa güllərin dağlar. Burada da müraciət vardır. Hələ ki, 3 bəndin üçündə də müraciətdən istifadə olunmuşdur. Baxın, burada nə deyir məzmunda? Deyir ki, hanı bu yaylaqda yaylayan ellər, görəndə gözümdən car oldu sellər. Yəni, burada qeyd edir ki, bayaqlar dedi. Dedi ki, artıq burada, yəni Ağkilsədə olan insanlar hamısı köçüb çıxıb getmişdilər. Səbəbini də dediyi ki, nəyə görə köçüb çıxıb getmişdilər. Bu gəlir buranı kimsəsiz görür və deyir ki, görəndə gözümdən car oldu sellər. Gözümdən car oldu sellər o demək ki, yəni ağlamağa başladım. Yəni öz ruh halını da 3-cü bənddə tam şəkildə demişdir. Ruh halı 3-cü bənddə birbaşa qeyd olunur şairin öz dilindən. 4-cü bənddə artıq biz dağ adlarını eşidirik. Deməli, dağ adları neçənci bənddə eşidilir? 4-cü bənddə. 4-cü bənddə eşidilir. Deyir ki, Kəpəz, Murov, Musa, gör neçə dağ var. Üstünə nur yaxsın, ay dəli qoşqar. Yayın ortasında yağdırırsan qar. Səhv çəkib üstündə sərdarın dağlar. Baxın, biz bu dağlar qoşmasında da fəsil adı eşidirik, yay sözünü. Sual oluna bilər ki, o hansı fəsildir ki? Birinci dağlar qoşmasında da, ikinci dağlar qoşmasında da adı çəkilir. Deyəcəksiniz ki, yay fəsli. Burada da çəkilir, orada da çəkilir. Sadəcə orada müsbət yön də çəkilir. Burada isə orada deyir ki, yayın əvvəlində dönürsən xana, nə bilim, son ayda bənzərsən yetkin bostana. Burada isə yayın bədbin formada təqdimatı öz əksini tapmışdır. Dağ adları bütün bəndlərdə çəkilmir. Görürük ki, hələ 4-cü bəndə indi gəlmişik. İndi dağ adlarını uşaqlar. Deməli, harda qalmışdıq? Dedik ki, ikinci dağlar qoşmasında 4-cü bəndinə qədər heç bir dağın adı çəkilmir. 4-cü bənddən etibarən isə bir sıra dağların adı çəkilir. Hansı dağlardır onlar? Gəlin, bunları yazaq burada. Kəpəz, Murov, Musa, Qoşqar, və s. 4 və s. deməyək, çünki 4 dənəsinin adı çəkilir elə. 4 dağ adlarını çəkilir və burada əlavə olaraq da dedik ki, yay fəslinin də adı çəkilir. Qafiyə bu bəndində eyni şəkildə orta bənd olduğuna görə
Qafiyə quruluşu necə olacaq? Qoy bunu yazaq. Deməli, deyir ki, Kəpəz, Murov, Musa, gör neçə dağ var. Üstünə nur yaxsın, ay dəli qoşqar, ar, ar. Yayın ortasında yağdırırsan qar, bax burada da ar var, burada da ar var, burada da ar var. 3 dənə ar. Axırda da deyir ki, səhv çəkib üstündə Sərdarın dağlar. Dağlara müraciətin olduğunu görürük biz burada. Deməli, hələ ki, birinci bənddə də, ikinci bənddə də, üçüncü bənddə də, dördüncüdə də biz ard-arda nəyi müşahidə etdik? Hər bir bənddə müraciətin olduğunu. Əlavə olaraq isə qafiyə quruluşu necədir dedik? İlk 3 bənd eyni səsləndiyinə görə deyəcəyik D, 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 axırda da B. Qafiyəsi eyni olduğuna görə. Növbətisinə keçək. Növbəti bəndə deyir ki, elə ki şər gəldi, qaraltdı qaşı, dumana qərq oldu. Dumana qərq oldu dağların başı. Düşəndə gür ilə kəlbin savaşı. Uzaq çəkir qiylu qalların dağlar. Baxın yoldaşlar. Burada bunu silək. Bir dəqiqə. Deməli, bu bənddə bir siyasi belə deyək də ifadə işlədilib. Onu sizin nəzərinizə çatdıracağım. Deyir ki, elə ki şər gəldi, qaraltdı qaşı, dumanı qərq oldu dağların başı. Düşəndə gür ilə, baxın, gür ilə kəlbin savaşı. Gür ilə kəlbin savaşı. Baxın, bu misra sətraltı mənası belə deyək, kəskin şəkildə olan misradır. Necə? Gür sözünün mənası it deməkdir. İt, köpək mənasında işlənir. Kəlbin dedikdə isə canavar, qurd nəzərdə tutulur. Canavar, qurd mənasında işlədilir. Burada deyir ki, düşəndə gür ilə kəlbin savaşı uzaq çəkir qiyluqalların dağlar. Burada da eyni şəkildə müraciətdən istifadə olunub. 5 bəndin hələ ki, deməli 5-də də müraciət var. İndi diqqətlə qulaq asın yox. Biz dedik ki, bu əsər, 2-ci Dağlar qoşması nə vaxt yazılıb? Ermənilərin, bədnam qonşularımız olan ermənilərin, şairin dədə-baba yurdu olan Ağ kilsənin viran qoyulması, öz belə deyək də xalqın öz ata-baba yurdundan uzaq düşməsindən sonra yazılmış əsərdir. Və burada artıq biz bilirik ki, ermənilərlə azərbaycanlılar arasında artıq çaxnaşmalar güclənməkdə idi. Deməli, burada qeyd edir ki, düşəndə gürg ilə kəlbin savaşı. Burada gür sözünün, yəni it, köpək dedikdə həmin o, belə deyək də, problemi törədən tərəf ki var, yəni burada yazıram adını. Sonra ban yeməyim deyə paylaşacağım çünki videonu. Bunlar nəzərdə tutulur. Gür dedikdə, baxın, bunlar nəzərdə tutulur. Görürsünüz burada, ekranda. Bəli. Bunlar nəzərdə tutulur. Kəlbin dedikdə isə Azərbaycanlılar nəzərdə tutulur. Yəni, qurd, canavar dedikdə Azərbaycanlılar nəzərdə tutulur. Yəni, qurdla itin döyüşü burada qeyd olunur. Ümumiyyətlə, qurdda biz bilirik ki, mifologiyada qurd türkçülüyü təmsil edən bir obraz kimi diqqəti cəlb edir. Hətta onun xüsusi işarəsi də var. Bir arada biz uşaqlar eləyir, əlləri ilə bu formada. Yəqin ki, bildiniz hansı işarəni deyirəm. Bəli. Qurd işarəsi ümumiyyətlə türkologiyada türkləri təmsil edən obrazdır. Hətta Göytürklərin də bayraqlarının bəzilərində, ümumiyyətlə əski türk dövlətlərinin də bayraqlarının bəzilərində qurd şəkli
var idi ki, bu da simvolizə olaraq türk millətini, türk belə deyək, kökənini ifadə edən bir heyvandır. Aydın oldu, gücü təmsil edən heyvandır. Burada dedik, Gürg ilə Kəlbin savaşı dedikdə, həmin bədnam qonşularımızla Azərbaycanlılar arasında gedən o çəkişmələr öz əksini tapmışdır. Yəni, o nəzərdə tutulur. Əlavə olaraq dedik ki, burada da müraciətdən istifadə olunmuşdur. Sonuncu bəndə nəzər salaq. Deyir ki, Həsən nənə, Həsən baba qoşadır. Həsən nənə, Həsən baba qoşadır. Xaşbulaq yaylağı xoş tamaşadır. Arsız, aşıq, elsiz niyə yaşadı? Ölsün Ələsgər tək qulların dağlar. Baxın, gör nə deyir ki, arsız, aşıq. Özünü necə adlandır? Arsız adlandır. Arsız sözünün mənası nədir? Yəni, heç nəyi vecinə almayan, heç nəyi düşünməyən, özündən başqa heç kimi düşünməyən şəxslərə arsız deyilir. Məsələn, dərd-qəm bilməyən, ancaq elə yerli-yersiz gülən adamlara arsız deyir. Deyir, arsız, aşıq, elsiz niyə yaşadı? Ölsün Ələsgər tək qulların dağlar. Burada da sonuncu bənddə biz nəyi müşahidə edirik? Burada da bənzətməni müşahidə edirik. Bənzətmənin olduğunun şahidi oluruq. Bənzətmə, yəni ədəbiyyat dili ilə desək, burada da təşbehdən istifadə olunub. Digərində də eyni şəkildə sonuncu bənddə bənzətmədən istifadə olunmuşdur. Amma birinci Dağlar qoşmasında şair özünü Məcnunla müqayisə edir və öz eşqini Məcnunun eşqinə bənzədir. Deyir, Ələsgər Məcnun tək yardan yaralı. Amma burada isə özünü deyir, ölçün Ələsgər tək qulların dağlar. Bütün qulları, yəni hansı ki burada qullar dedikdə həmin o bölgədə yaşayan, vaxtı ikən yaşayan, sonradan orada müəyyən səbəbə görə köçüb gedən şəxslər nəzərdə tutulur. Deyir, ölsün Ələsgər tək qulların dağları. Həmin o qulları, yəni orada yaşayan şəxsləri özünə bənzədir. Deyir, onlar da sizi mənim kimi tək qoyub çıxıb gediblər. Gərək ki, tək qoymazdılar. Aydın oldu, başqalarını özü ilə müqayisə edən dağlar hansıdır? İkinci Dağlar qoşması. Başqa qulları Ələsgər özünə bənzədir. Amma özünü başqasına bənzətdiyi deməli, dağlar qoşması hansıdır? Birinci Dağlar qoşmasıdır. Kimə bənzədir? Məcnuna. Özünü bənzətmir, sevgisini bənzədir, eşqini bənzədir. Yardan aldığı yaranı bənzədir. Aydın oldu, yadınızdan çıxartmayın. İndi gəlin ümumi bir qeydləri sizin nəzərinizə çatdırım. Deməli, biz bu şeirdə nələri gördük? İkinci bənddə də, yəni nələri müşahidə etdik? Deməli, 1-dən 5-ə qədər, 1-dən 6-ya qədər bütün bəndlərdə yazıram. Bütün bəndlərdə nə istifadə olunub? Müraciətdən istifadə olunmuşdur. Birinci bənddəki müraciəti ikinci, üçüncü, dördüncü, beşinci, altıncı bənddəki müraciətlərdən fərqləndirən cəhət nədir? Birinci bənddə 2 dəfə müraciətdən istifadə olunub. Birinci bəndin. 4 misralı şeirdir. 1, 2, 3, 4. 4 misralı şeirdir. İkinci və dördüncü misralarında müraciətdən istifadə olunub. Deməli, birinci bənddə 2 müraciət var. Amma digər bəndlərdə bir müraciətdən istifadə olunmuşdur. Əlavə olaraq sual oluna bilər ki, bu şeirdə neçə bənddə bədii sualdan istifadə olunmuşdur? Birini demək yadımdan çıxdı, qoy onu da deyim sizə. 5-ci, 6-cı bənddə, yəni sonuncu bənddə deyir ki, Həsən nənə, Həsən baba qoşadır. Burada da eyni şəkildə dağ adıdır, təpə adıdır daha doğrusu. Xaşbulaq yaylağı xoş tamaşadır. Deməli, burada başqa bir bölgənin də adı çəkilir. Hansı bölgə? Yaylaq adı çəkilir. Hansı yaylaqdır ora? Xaşbulaq yaylağının adı çəkilir burada. Arsız, aşıq deyir, elsiz niyə yaşadı? Deməli, burada da bədii sualdan, yəni cavabı olmayan, cavab verilə bilməyən sualdan istifadə olunmuşdur. Deməli, ikinci bənddə, qoy bu yanı silim.
ikinci bənddə, üçüncü bənddə və eyni zamanda 6-cı bənddə nədən istifadə olunub? Üzr istəyirəm. Bədii sualdan istifadə olunmuşdur. Buna digər də deyilir ritorik sual. Yaxşı. İndi bir şey deyim sizə. Ritorik sual. Bir fərqi də sizə deyim ki, ikinci bənddəki ritorik sualla üçüncü, 6-cı bənddəki ritorik sualların fərqi nədir? Heç nə. İkinci bənddə, rəngini dəyişim. İkinci bənddə 2 dənə ritorik sual işlənilir. Biri birinci misrada, bir də dördüncü misrada ritorik sual işlənmişdir. Amma üçüncü, dördüncü bənddə isə bir belə deyək də misrada bədii sualdan istifadə olunub. Aydın oldu. Üçüncü bəndin birinci misrasında, 6-cı bəndin isə üçüncü misrasında bədii sualdan istifadə olunmuşdur. Aydın oldu. Yadınızdan çıxartmayın. Bunlar oldu birinci dağlar qoşması ilə ikinci dağlar qoşmasının fərqli izahı. İndi testdə düşür ki, bunların ortaq xüsusiyyətləri. Nələrdir bunların ortaq xüsusiyyətləri? Venn diaqramı çəkək bir dənə. Olmaz Venn diaqramımızda. Bura olsun birinci dağlar qoşması. Bunun rəngini dəyişək. Birinci dağlar qoşması. Bura olsun ikinci dağlar qoşması. İndi gəlin ümumiləşmiş fikirləri yazaq. Sual cavab edirəm. Zəhmət olmasa diqqətlə qulaq asın. Hansı dağlar qoşmasında müxtəlif dağ adları çəkilmişdir? İkinci dağlar. İkinci dağlarda. Yazıram, bu rəngini dəyişim. Dağ adları çəkilib. Dağ adları. Burgaz, Qonur, Kəbəz. Ay, sağ ol. Dördüncü misrada. Dördüncü misrada dağ adları çəkilmiş. Bir də ki, axırıncı, 6-cı misrada dağ adları çəkilmişdir. Yaxşı. Hansı dağlar qoşmasında dağ adları ilə bərabər bir yaylağın da adı çəkilmişdir? İkinci dağlar. İkinci dağlar. Hansı dağlar qoşması diyor? Xaçbulaq İkinci yaylağı. Aysa, daha doğrusu hansı yaylağın adıdır? Xaçbulaq yaylağı. Xaçbulaq yaylağının adı çəkilmişdir. Yaxşı. Hansı dağlar qoşmasında daha çox müsbət ruh hakimdir? Birinci dağlar. Nikbin ruhdadır. Aysa, Birinci dağlar. müsbət İkinci ruh dağlarda və bəzən. yaxud da nikbin ruh. Müsbət və yaxud da yazıq nikbin. Nikbin. Hansı dağlar qoş? Bu nikbinsə, bu birisi də bədbindir. Bunu yazmağa ehtiyac yoxdur. Bu yazıq bədbin. Hansı dağlar qoşması təbiət motivi üzərində qurulub? Yəni əsas motiv təbiət. Birinci dağlar qoşulur. Birinci dağlar. Diqqətli olun bu sualda. İkisi də müəllim. Bəli. İkisində də təbiət təsviri var. Bəli. Hər ikisində təbiət motivi aparıcıdır. Hər ikisində şair öz fikrini təbiətin fonunda çatdırıb oxucularına. Deməli, təbiət mövzuludur. Təbiət mövzuludur. Hər ikisində möhürbənd var. Bəli, afərin. O forma xüsusiyyətdir. Bəli, verə bilərik. Hər ikisində möhürbənddən istifadə olunub. Hər ikisi qoşmadır. Malades. İndi yorumda yazacaqlar. Müəllim, siz Azərbaycan dilməlisiniz. Malades sözü olmaz.
Hər ikisi dedik ki, nədir? Qoşma janrındadır. Yaxşı. Hansında Ələsgərin başqalarını özünə bənzətməyindən danışılır? Birinci Dağlar qoşmasında. Diqqətli olun. Məzmununda. Başqalarını özünə. Müəllim, ikinci Bəli. dağlarda, birinci dağlarda özünü Məcnuna bənzədir, ikidə isə başqalarını özünə bənzədir. Bəli, başqa qulları özünə bənzədir. Deməli, başqalarını özünə bənzətmək nədir? İkinci dağlar qoşması. Hansında özünü Məcnunla müqayisə eləyir? Birinci Birinci dağlar. Dağlar. Deyə bilərik Nizaminin Məcnunu ilə yoxsa Füzulinin Məcnunu ilə? İkisi də eyni obrazdır. Eyni obrazdır, bəli, amma sadəcə müəyyən xüsusiyyətlərinə görə bir-birinə fərqlənirlər. Birində daha çox məcazilik, mozaikliyi var, digərində isə daha çox fikir həqiqilik üzərində çatdırılır. Yəni özünü Məcnunla konkret olaraq deyə bilmərik də. Məsələn, burada nədir bu kişinin adı? Aşıq Ələsgər özünü Nizaminin Məcnunu ilə bənzədir, Məcnuna bənzədir və yaxud Füzulinin Məcnununa bənzədir. Bu heç birisinə aid deyil. Özünün Füzulinin Məcnununa bənzədir, bu fikir yanlışdır. Və yaxud da Nizaminin Məcnununa bənzədir, bu fikir yanlışdır. Yaxşı, hansında bütün bəndlərdə bədii sualdan istifadə olunmuşdur? İkinci dağlar. Nə deyirəm mən? Sualımı necə verdim? Bütün bəndlərdə. Bütün bəndlərdə. Bütün bəndlərdə axı ikinci dağlar qoşmasında demək. Dedik ki, ikinci, üçüncü və altıncı bəndlərdə bədii sualdan istifadə olunmuşdur. İkinci bənddə 2 dəfə, üçüncü, altıncı bəndlərdə isə 1 dəfə istifadə olunur. Yəni bütün bəndlərdə birinci, dördüncü, beşinci bəndlərdə yoxdur. Bu birisində ümumiyyətlə yoxdur heç. Deməli, bu fikirdə heç birisinə aid deyil. Aydın oldu? Yaxşı. Mənə deyin görüm. Hansı dağlar qoşmasında yeyinti məhsulunun adı çəkilir? Süd məhsulu. Birinci Dağlar qoşmasında. Aha. Hansı məhsul diyor? Axtarma motal, bir də yağ, qaymaq. Yeyinti məhsulunun adı çəkilir. Bəli, tamamilə doğrudur. Yaxşı. Hansında biz dağların insanlarda sosial fərqi qoymadığını müşahidə edirik? Birincidə. Bəli, tamamilə doğrudur. Sosial yazırıq bura. Sosial fərq qoymur. Nə deməkdir bu sosial fərq qoymur? Varlıda kesib də avarada dağlara baxanda Bəli, bir hiss yaranır. bəli, tamamilə doğrudur. Yaxşı. Day nə deyək? Yaxşı. Hansı dağlar qoşmasında topların, tüfənglərin atılmasından, pulların bunu deməyək, topların, tüfənglərin atılmasından danışılır. Aha, bəli. Yaxşı. Burada hansı dağlar qoşmasında siyasi ifadə öz əksini tapmışdır? İkinci. Var. Birinci niyə? İkinci dağlar, İkinci bəli. Hansı idi, Fatimə? Orada müəllim erməniləri itə, Azərbaycanlıları da qurda bənzədir, Bəli. canavara bənzədir. Gür və deməli kəlbin savaşı ifadəsi çəkilir. Gür dedikdə itlər, yəni köpəklər, kəlbin dedikdə isə canavar nəzərdə tutulur. Canavar türk millətini, it isə qarşı tərəfi təmsil edir. Aha. Belə, nəsə bir şey qalmadı.